Şehitler ölmez, ölmez. Şehitler ölmez. Öğüt ölür, ağıt ölür, söğüt ölür, yiğit ölür, ölür. Şehitler ölmez, ölmez. Şehitler ölmez. Öğüt ölür, ağıt ölür, söğüt ölür, yiğit ölür, ölür. Şehitler ölmez, ölmez. Vatan bölünmez. Dalgalan, Dalgalan, al bayrağım, dalgalan. dalgalan. Zalim ölür, zulüm ölür, rüya ölür, rüya ölür, ölür. Şehitler ölmez, ölmez. Şehitler ölmez. Zalim ölür, zulüm ölür, rüya ölür, rüya ölür, ölür. Şehitler ölmez, ölmez. Vatan bölünmez. Ölür, düşman ölür. Şehitler ölmez, ölmez. Şehitler ölmez. Dost ölür, düşman ölür. Şehitler ölmez, ölmez. Şehitler ölmez. Kral ölür, kural ölür, dert ölür, şart ölür, ölür. Şehitler ölmez, ölmez. Şehitler ölmez. Kral ölür, kural ölür, dert ölür, şart ölür, ölür. Şehitler ölmez, ölmez. Vatan bölünmez. Zemahşer der, Mahşer der, al bayrağım, dalgalan. dalgalan. Zalim ölür, zulüm ölür, rüya ölür, rüya ölür, ölür. Şehitler ölmez, ölmez. Şehitler ölmez. Zalim ölür, zulüm
Salam əziz 53 Azad TV kanalının izləyiciləri. Bu günləri 20 yanvar günüdür. 1990-cı ildə baş vermiş gündən bu yana 31 il keçir. Hər ildə bu günü Azərbaycan Respublikası Ümumi Xalq Matəm günü kimi qeyd edir. Hal-hazırda biz rayonumuzun mərkəzi Şəhidlər Xiyabanındayıq. Yanımızda Azərbaycan Respublikasının zabiti, leytenantı və qazi Əzimov Pərvin və Azərbaycan Respublikasının 2-ci Qarabağ döyüşlərində, silahlı qüvvələrində döyüşmüş Bağırov Elşəndir. İstəyirik onlardan müsahibə ala və sizə təqdim edək. Salam aleyküm Pərvin bəy. Bilirik ki, siz bizim zabitimizsiz, qazimizsiz, leytenantımızsınız. 2-ci Qarabağ döyüşlərində iştirak etmişsiniz. Bugün də 20 yanvar günü gəlmişsiniz şəhidlərimizi ziyarət etməyə. Bu haqda nə deyə bilərsiniz? Bu günləri necə xatırlayırsınız? 2-ci Vətən müharibəsində keçdiyiniz döyüş yolu haqqında zəhmət olmasa müsahibə verərdiniz. Allah şəhidlərimizə rəhmət eləsin. Allah valideynlərinə səbir versin. Allah Azərbaycanımıza səbir versin. Mən fəxr edirəm ki, Azərbaycan Respublikasının zabiti olaraq 2-ci Qarabağ müharibəsində iştirak etmişəm. 31 ildir işğal altında olan torpaqlarımızı ordumuz, Ali Baş Komandanımız başda olmaqla, ordumuz başda olmaqla bizi kimi qardaşlarımız torpaqları azad etdik və şəhidlərimizin ruhu şad oldu. Şəhidlərimizin analarının, atalarının, qohumlarının, bütün Azərbaycanın ruhu şad oldu. Yəni Allah rəhmət eləsin. Şəhidlərimizə Allah valideynlərinə səbir versin. Yenə də hazırıq. Ali Baş Komandanımızın əmri ilə döyüşməyə yenə də hazırıq. Qarabağ Azərbaycandır. Təşəkkür edirəm Pərvin bəy. İndi isə sözü veririk. 2-ci Qarabağ döyüşlərində çıxış etmiş Bağırov Elşən qardaşımıza. Siz bu haqda nə deyə bilərsiniz? Əvvəla şəhidlərimizə Allah rəhmət eləsin. Bütün şəhidlərimizə Allah ruhunu şad eləsin. Yəni şəhid analar bilməsin ki, olan övladları bizik. Biz olan uğrunda, olan qanın yerdə qoymadıq. Bugünkü gün döyüşmüşük, döyüşəcək. Yəni Ali Baş Komandanın əmri ilə yenə döyüşə hazırıq. Yəni necə döyüşmüşüksə canla başla yenə döyüşməyə hazırıq. Yəni şəhid anaları bilməsin ki, olan övladları ölüb. Olan övladları bizik. Yəni onların gözü yaşlı qalmasın. Olan axan göz yaşları bizim də göz yaşımızdır. Olan oğlu yanımıza can versə də, şəhid olsa da biz olan qanın yerdə qoymadıq. Yəni olan qisasını aldıq. Yəni ki, bugünkü günü biz buraya toplaşmışıq, yığışmışıq. Gələn hər kəsdən yəni ki, əlli qolu var olsun. Gəlib, yəni ki, yad edirik. Bu unudulmayan bir şeydir. Unudulmayacaq da. Həmişə bunu xatırlayacağıq. Yəni lazım olsa yenə döyüşməyə hazırıq. Təşəkkür edirəm, çox sağ olun.